Məlum olduğu kimi ötən həftə prezidentin sərəncamı ilə təbibin direktoru Vüqar Qurbanov vəzifəsindən azad olunub. Bölgə TV xəbər verir ki, onun yardım etdiyi və dəstək durduğu adamlar bundan ciddi şəkildə endişələnməyə başlayıblar. Bəziləri isə bir qədər də irəli gedərək vəziyyətdən çıxmaq və Qurbanov sindromunu üzərlərindən atmaq üçün başqa yol seçiblər. Məsələn, son günlər Abşeron rayon mərkəzi xəstəxanasının direktoru Səkinə Sadıxova özü haqqında mediada tərif dolu yazıların yayılmasına start verib. Öncəliklə ondan başlayaq ki, Səkinə Sadıxova Abşerona qədər Sumqayıt Tibb Mərkəzinə rəhbərlik edib. Həmin dövrdə o bir qədər əvvəl Azərbaycanda fəaliyyəti qadağan edilmiş, hətta agentura şəbəkəsi kimi fəaliyyət göstərdiyi rəsmi qurumlar tərəfindən təsdiq edilmiş USAID ilə birlikdə heç də kiçik olmayan işlər görüb. Məsələn, Sumqayıt Tibb Mərkəzinin təşəbbüsü ilə Sumqayıtda simulyasiya və təlim mərkəzi yaradılıb. 3 milyon 500 min dollar dəyərində olan bu mərkəzin araya ərsəyə gəlməsini isə USAID təşkil edib. Yəni pulu verən tərəf bu təşkilat olub. Həmin vaxt Səkinə Sadıxova yerli mediaya açıqlamasında bunu bəhbəhlə təqdim edib. Bir xeyli tərifləməklə yanaşı həm də bunu öz uğurlarından biri kimi təqdim edib. Səkinə Sadıxova özünü aydan narı sudan duru kimi təqdim etsə də azca keçmişdə Hesablama Palatası və Baş Prokurorluğun açdığı cinayət işini unutmuş kimi görünür. Belə ki, Sumqayıt Tibb Mərkəzində Hesablama Palatasının apardığı yoxlamalar zamanı ciddi maliyyə pozuntuları aşkarlayır. Bunun ardından zəruri olan sənədlər Baş Prokurorluğa təqdim edilir. Rəsmi məlumatlara görə Səkinə Sadıxovaya Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi açılır. Lakin qəfil Sadıxova Sumqayıtdakı vəzifəsindən azad edilir və Abşeron Mərkəzi Xəstəxanasına direktor təyin edilir. Üstəlik bir müddət sonra qaldırılmış cinayət işi də arxivə göndərilir. Təbii ki, həmin cinayət işinin bağlaması və Sadıxovanın sudan quru çıxması səbəbsiz deyildi. Ona himayədarlıq edən adamın sayəsində bu fəlakətdən xilas olmuşdu. Həmin şəxs isə elə onun özünü Abşeron Mərkəzi Xəstəxanasına təyinat verən keçmiş təbibin keçmiş rəhbəri Vüqar Qurbanov idi. Açıq mənbələrdə yayılan məlumatlardan məlum olur ki, Səkinə Sadıxova ilə Vüqar Qurbanovun eşgüzar münasibətləri yüksək səviyyədə olub. Elə bu səbəbdən də Sadıxova qısa zamanda onun himayəsi altına keçərək bir sıra uğur əldə edib. Hər halda cinayət işinin bağlanması ardından da yeni təyinat alması boş bir məsələ sayıla bilməz. Bir digər məlumatlarda isə qeyd edilir ki, əgər Vüqar Qurbanov vəzifəsindən getməsəydi, Səkinə Sadıxova daha böyük vəzifələrə gedib çıxacaqdı. Məsələn, onun Bakının ən iri tibb mərkəzlərindən birinin rəhbəri, hətta təbibin direktor müavini olacağı belə bildirilirdi. Maraqlıdır ki, Vüqar Qurbanov buna qədər onu özünə müşavir də təyin edilmiş. Gedər ayaqda isə əvvəlcə Abşeron Mərkəzi Xəstəxanasına direktor təyin edərək oradan tramplin kimi istifadə etməyi planlaşdırıb. Digər ki, təbirin ləğvi üstünə bir də Vüqar Qurbanovun işdən qovulması Səkinə xanımın arzularını gözündə qoymuş oldu. Maraqlı məqam odur ki, Səkinə Sadıxova Vüqar Qurbanov vəzifəsindən gedən kimi dərhal özünü təriflətmək üçün yerli medianın imkanlarını işə salıb. O, fəaliyyəti dövründə əldə etdiyi uğur və nailiyyətlərini sıralayaraq özü haqqında müsbət rəy yaratmağa çalışıb. Təbii ki, Sadıxovanın əsas məqsədi təkcə özünü təriflətmək yox, həm də adının Vüqar Qurbanovla birgə hallanmasını önləmək üçün bu addımı atıb. Çünki onun karyerasının qurulmasında müstəsna rol oynamış təbib rəhbəri ilə indi birlikdə adının hallanması vəzifə etkisi ilə üzləşməsinə səbəb ola bilər. Lakin qəribə odur ki, xanım Sadıxova uğurlarından danışarkən Hesablama Palatası və Baş Prokurorluğun qaldırdığı cinayət işlərindən bəhs etmir. Bu dolanbaclar necə çıxdığını dilə gətirmir. Hərçənd ki, rəsmi yayılmış bu xəbəri təkzib belə edə bilmir. Çünki edəcək bir şey yoxdur. Hətta deyəcək bir şey də qalmayıb. Ona görə də fakt ortadadır. Səkinə Sadıxovanın hansı peşəkar idarəçiliyə malik olması ilə təyinat aldıqdan qısa müddət sonra atdığı addımlardan da bəllidir. Məsələn, o vəzifə başına keçən kimi doğma bacısının Masarlı Sağlamlıq Poliklinikasına baş həkim təyin edib. Görünən odur ki, Səkinə xanım Abşeronda da ailə padratı yaratma fikrinə düşüb. Əks halda öz doğma bacısına niyə vəzifə versin ki? Həmin poliklinikaya daha bacarıqlı birini gətirmək mümkün deyildimi? Suallar çoxdur, amma açıq qalan məsələlər də az deyil. İndi hörmətli Səkinə xanım Sadıxova həmin suallara cavab verməlidir. Nəinki özünü təriflətmək üçün yazılar yazdırmalıdır. Abşeron Mərkəzi Xəstəxanasının baş həkimi Səkinə Sadıxovanın Sumqayıtda işləyərkən atdığı bəzi addımlar, habelə haqqında cinayət işinin hansı səbəbdən qaldırılması barədə geniş yazımız olacaq. Lakin buna qədər yuxarıda qeyd etdiyimiz faktlarla bağlı xanım Sadıxovanın fikirlərini də dərc etməyə hazırıq. Harun İsrafiloğlu, Bölgə TV.